Deməli, yoldaşlar, çayın su sərfi 280 metr kub saniyədir. Çay yatağının canlı hekayəsinin sahəsi bu qədərdir. Çayın axını sürətini tapın. Çox gözəl, çox rahat, çox sadə, çox bəsit, çox asan sualdır. Təbii ki, Zəlimxan Yaqub rəhmətli kimi suallar bir çox elədim burada mən. Amma diqqət eləyin. Diqqət eləyin burada. Nə eləmək lazımdır? İndi burada yəqin ki, bir rəqəm səhv veribdir bizə. Məsələn, baxın, burada kubdur. Sahə kubla olmur hesab, yadda saxlayın. Bu sahə kvadratdır. Burada bir səhv eləyib, bu kvadrat olmalıdır. Və həcm kubla olur. O zaman avtomatik biz nə edəcəyik? Baxırıq, cavab metrlə verib. Düzdürmü? Deyəm, mən 280 metr kub saniyəni 20-yə bölsəm, cavabı tapacam. Sizə çox asan işin yolunu deyirəm. Yəni 280-i sadəcə olaraq metr kub saniyəni hardan aldığını da sizə yazaraq göstəreyim. Böləcəm 20 metr kvadratına. Böləndə bilirsiniz, tərsinə vururam riyaziyyatda 20 metrin kvadratı. Burada da bunlar ixtisar gedəcəkdir. Burada qalacaqdır metr, burada qalacaqdır 14. Deməli, 14 metr saniyə çayın sürətiymiş. Çox sadə qayda. Çayın su sərfi yenə bəllidir, sahə bəllidir. Sürətini soruşursa, avtomatik yenə 240 metrin kubu bölünmüş saniyə. Böləndə tərsinə vurub bilirsiniz, aydın məsəl bunu biz çevirəcəyik, belə olacaq. 1 bölünsün 12,5 metrin kvadratı olacaq. Burada yenə də ixtisar aparacaq, qalacaq metr. 240-ı 12,5-ə bölsəm, 240-ı qısaca vuracam. 125-də ona. Bu da ixtisar gedəcək, təbii 5-ə 25 qalacaq. 5-ə 2 qalacaq. Bu da 5-ə gedəcək, 5 qalacaq. 5-ə gedəcək. Burada qalacaq deməli 4, 48. Bu da təzdir ki, 48 3'ə vursam olacaq 24, 4, 2, 3, 4, 10, 3, 8, 24, 4, 2, 144. 144 də böləcəm 5-ə, eləyəcək neçə yoldaşlar? Özüm uzun getdim yalandan. Deməli, 2 dəfə 10 artıq 20,5 olduğu bizə bəllidir. Tamam. Sakit okean tökülən uzunluğu 5 km olan, meyilli bu qədər olan çayın mənbəyində atmosfer təzyiqini hesablayın. Çox sadə qaydada bunu hesablayacağıq. Biz problem deyil. Deməli, sakit okean tökülür uzunluğu 500'dür. Sakit okean tökülürsə biz demişdik, bu nədir? Təbii ki, başlayan çay sakit okeandırsa bu, bilirsiniz, okean sahili dəniz səviyyəsi hər zaman 0 metr qəbul olunur riyaziyyat, coğrafiyada. Və çayın uzunluğu bəllidir. Buradan başlayan çay axır. Çay mavi olduğu üçün mavi eləyəcəyik. Buradan çay axır, uzunluğu bəlli 500 kilometrdir. Təbii yoldaşlar. Və meyilliyi də bəllidir. Biz bilirik ki, çayın meyilliyini tapmaq üçün çayın uzunluğu var, meyilliyi var. Yəni çayın düşməsini tapmaq lazımdır. Düzdürmü? Biz bəxti üstü əsaslanası olsaq, düşmə nəyə bərabərdir? Təbii ki, h bərabərdir meyillik vurulsun çayın uzunluğuna. Bu qədər sadə. Yəni düşməni tapmaq üçün çayın meyilliyini onun uzunluğuna vururuq yoldaşlar. Gəlin qayıdaq məsələmizə. Burada da bizim demək uzunluğu var. Demək düşmə bərabərdir çayın uzunluğu el vurulsun meyillilik. Düşmə bərabərdir çayın uzunluğu eləyəcək nə qədər yoldaşlar? 500 vurulsun. Təbii ki, meyilliyimiz 1,5'dir. Düzdürmü? Bu 0 bu vergül aparacaq, düşmə bərabər qalacaq nəyə? Düşmə bərabər olacaq deməli 5,750 nə? Metr olar təbii ki burada. Çünki bu kilometr idi, bəli. Bəli, metr olacaq, düzgündür. Və biz bilirik ki, yoldaşlar, biz bildik ki, çayın düşməsi 750 metr. Düşmə bəs nəyə bərabər? Düşmə də bərabər idi çayın mənbəyi, yadda saxlayın, mənbəy çıxılsın mənsəb. Mənsəb. Düzdürmü yoldaşlar? Mənsəb, əla. O zaman mənbə ilə mənbəyimiz bəlli olmasa belə mənsəbimiz bəllidir. Çünki bu 0'dır. Mən nədən 0 çıxsam 750, deməli 750 metr imiş. Bunu da bilmiş olduq təbii ki. Və bizdən atmosfer təzyiqini soruşur. Biz də bilirik ki, çayın dəniz səviyyəsi atmosfer təzyiqi nə qədərdir? Bu ikinci məsələ artıq. Hər zaman 0 metrdə atmosfer təzyiq olur 760 normal millimetr. Və bilirik təzyiq hər 10 metrdə yoldaşlar 1 milli, 100 metrdə 10 milli, 1000 metrdə isə 100 milli dəyişir. O zaman biz deyə bilərikmi ki, gəlin tənasübümüzü buradan bir düzəldək həmən. Əgər 1000 metrdə təzyiq 100 düşürsə, 760 metrdə metrin təzyiqinin altına x düşəcək. 1, 2, 3, 4, 5 gedəcək. 1, 2, 3, 7, 76 olacaq məncə.
Belə cavabda yoxdur. Yəqin səhv eləmişik. Bir daha baxaq. Deməli yoldaşlar, təzyiq hesablayın mənbəyində 750 metrdə, düzdürmü? Məntiqlə elə olur da. 760-sı, biz 760-dan çıxmalıyıq, çünki biz yuxarı qalxdıqca təzyiq aşağı düşür də, təzən tanəsidir. 760-dan çıxacaq nəyə? 76-nı, bu da olacaq 4, 15-dən 8, 684, elə cavabda şüşəllaha var. Var, amma bir məsələ var ki, bu 750 imiş. Oldu, bu ümumiyyətlə biraz rəqəm səhv oldu, amma qorxusu yoxdur. Baxıb təzədən başa düşərsiniz. Çox sadə izah etdim sizə. Və əlavə demək istəyirəm ki, burada bir daha sizə yadda saxlayın. Bu bizim dağımızdırsa, indi dağa oxşamır əslində biraz. Hər zaman dağın dəniz səviyyəsi, okean səviyyəsi 0 metrdə 760 mm civə üstünə qəbul olunursa və yadda saxlayın ki, mən yuxarı qalxdıqca təzyiq nə edəcək? Aşağı düşəcək. Unutmayın heç vaxtı. Yazıram 10 metrdə 1 mm aşağı düşür. 100 metrdə 10 mm. 1000 metrdə isə təzyiq avtomatik bilin ki 100 mm dəyişir. Yaş cins piramidaları, deməli, demoqrafik böhranın neçənci illərdə baş verdiyini müəyyən edin. Böhranı bilmək üçün yoldaşlar, ən az hissəyə baxırıq. Məsələn, baxırıq burada 0-4 yaş ən çoxu, düzdürmü? Bu ən çoxdur. 5-9 yaş bu qədədir. Kişi və qadın hər iki bərabər gedir. Qadın və kişi 10-14 yaş bərabər gedir. 15-19 bərabər, 20-44 bərabər, 25-29 bərabər və nəticədə harada olubdur bu məsələ? 35-39 yaşda artıq böhran başlayırsın. Bu hissədə bizim böhranımız var. Ən az hissədir. Deməli, 2016-cı ildə bu tərtib olunubsa əgər, 2016-da qeydə alınıbsa bu demoqraf böhran, biz nə etməliyik məntiqlə? 2016-dan birinci çıxarıq nəyi? 35 yaşı, yəni həmin 35 il qabaq doğulanlar az olub da, başa düşdünüz? Və ikinci olaraq da bir daha 2016-dan çıxaram nəyi? 39 yaşı. Bu artıq olar mənim cavabım. 2016-dan mən 35 çıxsam, 16 çıxsam 2000, yerdə qalır 19-da çıxsam, olur 1981-ci il və olur nə? 2016-dan 39 çıxsam, 16 çıxsam, 2000-dən də qalır 23 çıxsam, eləyir 1979-cu il. Elə olur da, düzdür məntiqlə, səhv tapmadıq ki, ümumiyyətlə inşa səhv tapmadıq. Yəni 79 və 81-ci illərə cavabımız 1979, 1981-ci illərdə əhali az doğulubdur, hər 1000 nəfər təbii artım az olubdur deyə həmin illərdə demoqrafi böhran baş verib. Təbii ki, 35 il sonra birində, 39 il sonra birində bu böhran baş verib. Sadəcə baxıb oxumaq lazımdır. 2020-ci ildə deməli, əmək ehtiyatlarının 16-65 yaş olan, bilirik də əmək ehtiyatları 16-65 yaşdır və əmək qabiliyyətli malik, işləməyə hazır olan əhalidir. Bunu bilirik də, bu əlavə məlumatdır burada. Yəni, əmək ehtiyatları deyəndə ağlıca gəlməlidir 16-65 yaş arası. Bu transkripsiyanı buradan qoysaq belə olacaq. 2020-ci piramidasına əsasən müəssisələrin işçi təminatında problem neçənci ildə yaşanmışdır? Neçənci ildə müəssisələrin təminatında, işçi təminatında problem yaşanıb? Yenə baxıram, 0-4-də problem yaşanmaz, əhali çoxdur. Ta ki, buracan əhali çoxdur. Bunu çıxdımı, mənə lazım deyil. Əhali ən az yeri haradır? 35. Ən az yeri əhalinin 35 və təbii ki, 39 yaşdır yenə də. İndi bizim də əmək ehtiyatlarımızın 16 yaşdan başladığını bildiyimiz üçün də gəlin 35-dən və bu 2020-də çap olunub da bu qrafik, düzdür mü məntiq etibarıyla? O zaman nə edəcəyik? 2020-dən, yəni bu 35 deyilmi? 35 yaşlı insan neçə il qabaq işləməyə hazır olub? O məntiqə baxmalıyıq biz. Deməli, yoldaşlar, biz nə edəcəyik? Baxacaq əhalinin yaşının olduğunu. 35 demişikmi? 35 yaşlı bir insan neçə il qabaq 16 yaşı olub? 19 il qabaq. Bəs 39 yaş olan bir adam neçə il qabaq? 23 il qabaq. Biti getdi. 2020-dən yenə bayaq dediyimiz qayda. 2020-dən bir dəfə çıxacaq 19-u. Bir də 2020-dən bir daha çıxacaq nəyi? Təbii ki, 23-ü. Biti getdi. Bu da olacaq 2001,
2001 və olacaq 1997. Cavab A variantı. Bir daha deyirəm, videonu təkrar saxlayıb baxarsınız. Yəni siz o böhran olan yeri tapandan sonra artıq və əmək qabiliyyətli əhali 16 yaşdan başladığı üçün də 16 yaşın hansı vaxt olub onu götürürsünüz. Və təbii 2012-ci ildə tərtib edilmiş cins yaş piramidasına əsasən həqiqi hərbi xidmətə toplanması problemi neçənci tərtib etmişdir. Bilirik ki, həqiqi hərbi xidmət yaşı 18 yaşdır. İndi durub deyirsiniz ki, müəllim, bəs burada söhbət necə gedir? Onu sizə deyək. Yəni xanımlar bu sualı hardan bilsinlər? Yəni tez əcəb bilməlisiniz. Bizim qızlarımız həqiqi xidmətin 18 yaş olduğunu bilməlidir məntiqlə. Və bu yaş deyir neçənci ildə, yəni həqiqi hərbi xidmətə çağ toplanmaq problemi neçənci tərtib etmişdir. Baxırıq ki, burada biz yenə də problemə söhbət gedirsə, ən az götürməliyik. Ən az əhali harda olub? Baxın, 14 yaşda. Düzdür məntiqlə. İndi 10 yaşlı insan neçə il sonra hərbi xidmətə getməlidir? Təbii ki, 10 yaşlı insan getməlidir 8 il sonra. 14 yaşlı insan getməlidir 4 il sonra. Bitdi, getdi. Bitdi, getdi, bu qədər. Yəni 2012-də bu tərtib edilmiş cins yaş piramidasına əsasən həqiqi xidmət çağırılmış olmaq üçün təsadüf etmişdir. Bəli. 2012-ci ildə gələcəyik 8-i, üstünə gələcəyik 2012, üstünə gələcəyik 2013, bitdi, getdi. Olacaq 2020-də və 2016-cı illərdə. Yəni 2016-2020-ci illərdə hərbi xidmət çağırmada problem yaşanacaq. Əslində sualın qoyuluşu biraz səhvdir, yəni demir, nə vaxt olubdur və yaxud deməlidir ki, neçənci ildə olacaq. Yəni təsadüf etmişdir deyir bizə, məntiqlə bunu yazmalıyıq, belə hesablamalıyıq. Yəni sualın qoyuluşu diqqət eləməlisiniz ki, çaşmayasınız. Yəni dediyim deməyim odur ki, ümumiyyətlə, yəni hərbi xidmət yaşını bilməyiniz bu işin açar nöqtəsidir təbii. Və üstə gəlinsində nədir məsələ? Siz piramidən oxuya bilməlisiniz. Deməli, 2005-ci il cins yaş piramidasına əsasən demoqrafik böhranın. Böhran yəni əhalinin ən az olduğu müddət, ən az nə vaxt doğulub əhali. Yenə baxın, təbii ki, burada ən az əhali 15-19 yaşda. Düzdürmü? 15 və 19 yaşda əhali ən az doğulubsa, demək, böhran nə vaxt təsadüf edib? 2005-dən dəfə çıxacam nəyi? 15-i məntiqlə. Bitdi, getdi. Yəni, böhran söhbət gedir, doğulma vaxtını tapmalıyıq biz. 2015-dən bir çıxacam 15-i, bir də 2015-dən çıxacam 19-i. Neçəyə qaba problem yaşanıb? Bu da olacaq, deməli, 2000 və təbii ki, 1900, deməli, 15 çıxan 4996-cı il. 1996 və 2000-ci illərdə. İndi bu 2005 imiş. Mən görürsünüz, baxın, yoldaşlar, yoğunçudan tez səhv edirəm son bu misalları işləyə. Aha, burada da 2000-dir. 2000-dən mən çıxsam artıq, da onu büyüyüb özü hesablaya bilərsiniz də. Aha, 2000-dən çıxanda 15, 2005-dən 15 çıxanda eləyir 1990 və təbii 2005-dən çıxan 19-u eləyir 1986. Deməli, bu illər ərzində doğum az olduğu üçün, təbii artım az olduğu üçün də gəlib 2005-də demoqrafik böhran baş verib. Yenə də baxırıq. Azərbaycanda 2010-cu ildə həqiqi tərtib edilmiş cins yaş piramidasının həqiqi hərbi xidməti. Həqiqi xidmətin artıq 18 yaş olduğunu bilirik. Xanımlar və bəylər, diqqət edin. Ladies, gentlemen. Deməli, və problem neçəni tərtib etmişdir. 2010-da bu tərtib olunubsa, ən az yaş ilə harada var? Harada var? 30 və 34 yaşda. Yəni, neçə il qabaq artıq problem olub, onu deyir bizə. Təbii ki, 30 yaşda bir insan neçə il qabaq əskərdə olub? 12 il qabaq. Yəni, 12 il qabaq. Bəs 34 yaşlı bir insan vaxt əskərdə olub, 16 il qabaq olur da. 16 il qabaq. Bitti, getdi. Sadəcə, nə edəcəm? 2010-dan bir dəfə çıxacam, gəl onu burada yazım elə bu. 2010-dan bir dəfə çıxacam nəyi? 12 yaşı, 2010-dan bir dəfə çıxacam 16 yaş, yəni zaman vahidi olaraq. 2013 çıxan 1998, 2016 2994 cavab olur, nə A variantı. Yəni, baxırsınız, sadə bir şeylərdir, sıxıntı yoxdur. Aha, ondan bitirdik o məsələləri. Ölkə əhalisinin sayının, demək 2008-də bu qədər. 2008-də əhali olub 7,54 milyon.
2016-da isə əhali olub nə qədər? 9,9 milyon. Bunu artıq bildik və orta illik təbii artımı hesablayın deyir. Faizlə təbii ki. Orta illik təbii artımı tapmağın sonra hap yol var, mən sizə deyim. İlkin hardan başlamışıq artmağa? Buradan. Bunu 100% götürürəm. Düzdürmü? Bəs mənim artımım nə qədərdir? Artımı tapmaq üçün nə etməliyəm? 9,9-dan çıxmalıyam nəyi? 9,9 çıxılsın. 7,54. Yəni mən artım faizini tapmalıyam. 2,36. Tamam, bitdi, getdi. O zaman deməli 7,54-üm 100%dirsə nə edirəm? 2,36-nı tapıram. 2,36 da x faizdir. Bölünsün 7,54. Ola bilsin burada, aha. Yəqin yuvarlaq alınmalıdır burada. Baxaq da dəqiq baxaq. Deyəm, baxır yoldaş da burada biz diqqət eləmişik. Ölkə əhalisinin bu qədər olduğu bəlli idi. Biz burada artımını tapaq. Artımını tapmaq üçün nə etməliyik öncə? 9,9-dan çıxacaq 7,54-ü. Eləmi? Olacaq neçə? 9,9-dan çıxsaq 7,54-ü olur 2.360.000. 2,36. Düzdür məntiqlə. Əla, bunu bildik artıq. Amma burada orta illik deyir də bizə. Axı burada artan illər də var. 2016-2008 neçə il artıb? 8 illik. Düzdürmü? Mən artıq nə etməliyəm? Burada tapdığım cavab bölməliyəm 8 ilə. Ortalama olur 0,1295. Deməli 1 ilə 0,1295 nə? Milyon artıb. Düzdürmü? Yəni 295 min də. Bitti, getdi. Əla. Bunun şeysi asandır. İlkin nə idi məndə artım? İlkin əhali 7,54 idi. Bu 100% idisə əgər məntiqlə, o zaman 0,295'im də olacaq nə qədər? X faiz. Bitti, getdi. Tənasübü burada həll eləyəsi olsam, gəlin baxaq. Bunu vuracağım deməli nəyə? 100'ə böləcəm nəyə? 7,54'ə. Bu da olacaq 3 tam təqribən %91. Bitti, getdi. Yəni cavab olur D variantı. Gördünüz yoldaşlar, çətin bir şey deyil, sadəcə diqqətli olmaq lazımdır. Yəni bir daha deyim, orta illik artımı tapmaq üçün orta sözünü oxutursa bölürsünüz o ötən illərin sayına və bir illiyi tənasübən qrup tapırsınız. Baxaq növbəti suala. Deyir ki, əhalinin sayı 7 milyon nəfər. Əhalinin sayı 7 milyon nəfər. Tamam yoldaşlar. Orta sıfırlıq nə qədərdir? Usul tapmaq üçün baxınız, lap yadınızdan çıxıb məntiqlə, düsturda. Baxırsınız ki, burada nə verib sizə? Burada sizə veribdir nəfər böl kvadrat kilometr. Yəni siz nə etməlisiniz? Əhalinin sayını bölməli kvadrat kilometrə. Bu qədər sayda. Yəni 7 milyonu böləcəm nəyə? 86,6 min kvadrat kilometr. Yəni 86,6 mində 86,6-nı vursam 1000'ə eləyir nə qədər? 86.600. 600 bitti, getdi. 7 milyonu böləcəm buna. 7 milyon bölünsün 86.600'ə. Bu da eləyir 80 nəfər harda. 80 nəfər hardasa. Yəni C variantı bizim cavabımızdır. Gördünüz yoldaşlar, yəni məntiqlə də heç mən bilmirəm, düsturu unutmuşam. Ancaq baxılan cavablarda ki, nəfər böl kvadrat kilometr var. Demək mən əhalinin sayını əraziyə bölməliyəm ki, hər nəfər, hər kvadrat kilometr üçün əhalinin sayını tapam. Azərbaycan əhalisi 2000-də bu qədər olubdur. 2010'da bu qədər olubdur. Bu dövrdə əhalinin orta illiyi, yenə orta illiyi soruşur bizdən. İlk öncə biz nə etməliyik? O artan əhalinin sayını tapmalıyıq. Birinci addım 8997'dən çıxacam nəyi? 8.032'ni. Tapacam nə? Bunun şifaydə çıxa bilər. 7'dən 2 çıxsaq, yəni burada çıxaq elə. 8997 çıxılsın 8032. 965. Düzdürmü? Tapdım. 965. Bunu tapdım artıq. Eləmi yoldaşlar? Hara getdi bu məsələ? 965 olduğunu mən bilirəm də, düzdür məntiqlə. İndi bunu biz nətər eləyək? Kimə deyək dərdimizi? Aha, əla tapdıq. Əla. İndi bu 965 neçə il ötüb? 10 il ötüb. Mən bölməliyəm ona. İkinci addım. 965'i bölməliyəm 10'a.
2 illik tapım da. Bunu da ona bölsəm nə olacaq? 96,5. Yəni illik 96,5 milyon nəfər artım 96,500 nəfər artım olubdur. Və bizim orta illik artımı soruşursa, biz artımı hardan hesablamışdıq? Təbii buradan. Üçüncü məntiqimiz 8032 əgər 100% olubsa, o zaman 96,5 olub x. Buradan da baxırıq ki, məntiqlə deməli, tənasübü quranda 96,5-i vursam 1000-ə, 100-ə böləcəm nəyə? 8032-yə. 1,2% təqribən götürür A variantını. Ümid edirəm başa düşdünüz və çox sadə dilinizə əməlləməyə çalışdım. Addımları bildiniz artıq. Yenə də aşağıda verilmiş yaş cins piramidası hansı regionlar üçün səciyyəvi ola bilər? Bu səfər rəqəm yox, region verir bizə. Bu baxırıq ki, yoldaşlar, diqqət eləyin, uşaqlar sayı görürsünüz çoxdur, fikir verin. Yəni az yaşlı əhalinin sayı çoxdur, yaşlıların sayı isə, məsələn, yaşlılar bunlardır da, yaşlıların sayı isə azdır. Yəni az yaşlı əhali çox, yaşlılar az olan hansı ölkələrə aid olur? Yadda saxlayın. Var inkişaf etmiş ölkələr, var inkişaf etməkdə olan ölkələr. İnkişaf etmiş ölkələrdə yaşlıların payı çox olur. Yaşlılar çox olurlar. Yadda saxlayın, bunu izah edeyim. Yaşlılar çox olur. Yəni, məsələn, götürək Yaponiyanı, əhalinin qozanma prosesi gedir orada. Məsələn, götürək İsveçrəni, ən çox yaşlı əhali oradadır, düzdürmü? Həm də uşaqların payının ən az olduğu ölkələrdən biridir də. Məsələn, Almaniya, İtaliyadır, İsveçrədir, Norveçdir. Bunlarda uşaqların payı azdır. Məsələn, uşaqların payının çox olduğu ölkə məsələn haradır? Tutaq ki, Yəməndir, ən azından deyə bilərəm. Məsələn, təkcə Çində, Hindistanda uşaqların payı 350 milyon nəfərdir, uşaq payı, az yaşlılar. Yəni, o məntiqə gedəsi olsaq biz, yəni uşaqların payının çox olduğu ölkə Malidir, Yəməndir, məsələn, az olduğu İtaliyadır, Almaniyadır, İsveçdir, Norveçdir. Bunlarda az görürsünüz. Yəni, inkişaf etməkdə olan ölkələr götürməliyik biz də. Burada da uşaqların payı daha çoxdur. Uşaqlar daha çoxdur. Daha çox. Yadda saxlayın bunu. İndi, yaş cins piramidası hansı regionun səciyyəvi ola bilər deyirsə bizə, biz götürməliyik burada inkişaf etməkdə olan ölkə. Yəni, biz burada Orta Avropa götürsək düz gəlməz. Orta Avropada uşağın payı çox deyil. Şimal Amerika düz gəlməz. Avstraliya düz gəlməz. Şərqi Avropa düz gəlməz. Cavab olar Y variantı. Yəni, Cənubi Asiya və Mərkəzi Afrika. Həqiqətən də bəli, burada uşaqların payı çoxdur. Cənubi Asiya məsələn Hindistanı götürə bilərsiniz. Mərkəzi Afrikada məsələn götürə bilərsiniz elə Malinin özünü. Nigeriya götürə bilərsiniz. Nigeriya, məsələn, Qana olsun, Mərkəzi Afrika Respublikası olsun, Kamerun olsun. Orada uşaqların payı daha yüksəkdir. Əhalinin, təbii ki, nə? Əhalinin, yoldaşlar, urbanizasiya səviyyəsi. Urbanizasiya səviyyəsini bilmək üçün nə etməliyik? Əhalinin sayını, var əhalinin sayı, milyon nəfər, var kənd əhalisinin sayı. Urbanizasiya bizcə şəhərləşmə deməkdir. Var urbanizasiya, var suburbanizasiya. Urbanizasiya ən çox inkişaf eləyir, ən çox yəni olur hansı ölkələrdə? İnkişaf etməkdə olan ölkələrdə suburbanizasiya isə inkişaf etmiş ölkələrdir. Çünki artıq insanlar şəhərdən kənarlara gedirlər, inkişaf etmiş ölkələrdə. Şəhərdən qıraqlara, yəni daha yaxşı istirahət eləmək üçün, yəni şəhərlər çox səs-küy olur, çox tıxac olur, nə bilim, deyim sizə ki, çox oksigen tərkibi çox zəif olur, yəni karbon çox olur da, maşın tüstüləri, digər məsələn qazlar, zərərli qazlar, ona görə də urbanizasiya daha çox olur, məlumat kimi dedim sizin inkişaf etmiş ölkələrdə. İndi urbanizasiya səviyyəsini deyirsə bizə, biz şəhər əhalisinin payını bilməliyik, düzdürmü? Şəhər əhalisinin payını bilmək üçün nə etmək lazımdır? Ümumi əhaliden kənd əhalisinin payını çıxaram, şəhər əhalisinin payını taparam da, məntiq etibarı ilə. Gəlin baxaq birinciyə. Deməli, 136.9 çıxılsın 55.8. Burada oldu 81.1. Düzdürmü? Əla. Sonra 290.5 çıxılsın 75.3. Burada oldu 215.2 və yerdə qaldı 178.7 çıxılsın 103.6. Bu da oldu 75. Amma təbii ki, durub burada indi həmən cavabın üstünə getmək olmaz. 1. İndi baxaq. Baxaq yoldaşlar.
Bəli yoldaşlar, deməli necə olacaq? Avtomatik ən az hansıdır? Bizə artmasını soruşur, eləmi? Artmasını soruşur. 75,1, sonra 81,1, sonra 215,2, yəni 3, 1, 2. Yəni E variantı. Bu da izah olunub da. Uğurlar olsun sizə yoldaşlar. Təbii ki də, yəni bilin ki, ikinci qrupların blok imtahanına, şans imtahanına eyni zamanda müəllim sizə desin ki, coğrafiya olimpiadaları üzrə fərqi yoxdur. İmtahanlar olsun. Hazırlıqlar davam eləyir. Eyni zamanda yay qrupları da yığılır inşallah. İştirak etmək istəyənlər gördüyümüz nömrə ilə əlaqə saxlaya bilərlər. Təbii uğura gedən yolun sirrini demişik, ağıl hər zaman. Üstə gəlinsin zəhmət. Zəhmət. Bu bizim uğura gedən yolumuzdur və bunların ikisinin birləşməsindən uğur əldə eləyəcəyiz hər zaman. Bu qədər. Uğurlar olsun sizə. Təbii ki, bəyənməyi də, abunə olmağı da unutmursunuz. Ən azından əziyyətə dəyər veririk. Və mən bu videonu niyə çəkdim? Çox sayı tələblərə görə. Çünki YouTube-da çox sayı tələb olur. Eyni zamanda bizim digər uşaqlarımız da bunları görmək istəyirlər. Sağ olun. Hər birinizə uğurlar. Salam yoldaşlar, hər vaxt olsun. Deməli, ikinci qrup imtahanını verəcək uşaqlar, blok imtahan edəcək uşaqlar üçün maraqlı bir iki sualın üstündə işləmişəm. Sadəcə çox mövzu izahında qalmayacağım. Artıq bunlar keçmişsiniz. Yəni, bura qədər gəlib çıxan uşaq artıq izahları bilir. Təqribi olaraq. Mən qısa deyəcəm, ümumi haqda məlumat verəcəm. Ümumiyyətlə, ÜDÜMÜ var və ümumi məhsul var. Ümumi daxil məhsul nə deməkdir? Burada bilin, yalnız burada işləyən şirkətlər yalnız ölkə daxilində işləyirlər. Bu yalnız ölkə daxili deməkdir. Ölkə daxilində işləyirlər bunlar, bunu biləsiniz. Və burada iki xol ayıracağıq. Buraya yazacağıq Y, Ş və X, Ş qısa olaraq. Yəni, yerli şirkət və xarici şirkət. Yəni, bu yalnız ölkənin daxilində işləyir. Burada həm yerli şirkətlər, həm də xarici şirkətlərin birlikdə gəliri götürülür. Bəs ümumi məhsul nədir? Ümumilli məhsul isə qısa olaraq bunda deyək ki, burada yalnız baxın milli sözü var. Yəni, burada yalnız milli şirkətlər işləyir. Milli şirkətlər işləyir, yəni yerli şirkətlərimiz. Bunlar da ölkənin xaricində və ölkənin daxilində bir yerdə bunların işi götürülür. Yəni, işin məntiqi budur, çox da narahat olmayın, çox da asan suallardır. Sadəcə olaraq nə etmək lazımdır? Biraz diqqətli olmaq lazımdır. Yəni, buna da sizə həmçinin yerli şirkətlər ölkə daxilində və ölkə xaricində deyə bilərsiniz. İndi ümumi daxil məhsul, ümumi məhsulun ortaq nöqtələri var. Bunlar nədir? Buna diqqət eləyək. Baxın, ölkə daxilində işləyən yerli şirkətlər hər ikisində eynidir. Yəni, biz bunu əslində belə yaza bilərdik, yerini dəyişib. Baxın, məsələ burada belə götürək biz bunu. Misal. İndi bunları biz bir-birinə yaxınlaşdıraq artıq. Bunları bir-birinə yaxınlaşdıraq. Deməli, burada yazarıq nə? Ümumilli məhsul. Düzdür məntiqlə. Və burada deməli, xarici şirkətlər və yerli şirkətlər, düzdürmü? Bunu da həmçinin yerli şirkətlərin ölkə daxilində və ölkə xaricində işləyə bilərlər və yadda saxlayın ki, bunlar hər ikisində ortaq olacaq. Bunlar hər ikisində ortaqdır. Yəni, burada rəqəm nədirsə, burada yeni rəqəm götürək. Çünki hər ikisi yerli şirkətə aiddir. İstər, yəni, ölkə daxilində və ölkə xaricində. Deməli, gəlin baxaq sualımıza. Bizə deyir ki, ümumi daxil məhsulun dəyəri 60 milyard dollardır. Yəni, bu 60 milyard dollardır. Bunu bildik. Bu artıq bəlli məsələ. Ümumilli məhsul üdümiyə bərabərdir. Yəni, bu da 60 milyard dollardır. 60 milyard dollardır. İndi yoldaşlar, ümumilli məhsulun 25% ölkə xaricindədir. Yəni, ümumilli məhsulun 25% ölkə xaricində. Yəni, 60-ın 25% ölkə xaricisi, demək, bunun 75% də ölkə daxilindədir, eləmi? Gəlin, biz tapaq da 60-ın 25%-ni. 60 milyardın 25% nə qədər eləyəcək? İndi məntiq etibarı ilə 60 milyard yazaq bura. Bunu tapaq 25%-ni eləyəcək. 1 milyard 500 milyon. 25%-də, yəni elə olur təqribən. Tamam. 60 milyard yazdıq, 25%-ni tapdıq.
25%. 25. Bəs faizi hanı bunun? Aha, 15 milyon dolları. Mən səhv eləmiş orada. 15 milyon dollar. 15 milyard dollar. 15 milyard dollar. Deməli, bunun 15 milyard dolları nədir? Ölkə xaricindədir. 15 milyard dolları ölkə xaricindəsə, o zaman nə qədər? 45 milyard dolları da nədir? Ölkə daxilindədir. Və təbii bizdən ümumi daxili məhsulda xarici şirkətlərin payını soruşur. Əla, bu 45 avtomatik demişdik, bu da 45 olacaq. Bu da 45 olacaq. O zaman elə bunun payı olacaq nə qədər? 45 milyard dollar. Yəni, çox sadə bir sualdır, diqqətli olmaq lazımdır. Deməli, ümumi daxili məhsulun həcmi 55 milyard dollardır. Yenə yazırıq bura, ümumi daxili məhsul 55 milyarddır. Ümummilli məhsulun həcmi isə 2 dənə qolun qoyaq buradan. Ümummilli, burada xarici şirkətlər və yerli şirkətlər yazaq. Burada isə ölkə daxili və ölkə xarici yazaq, fərqi yoxdur. Yəni, ümummilli məhsul 45 milyard dollar yazdıq üzərinə, yadda saxlayayım bunu da. Buradan da təbii ki, yoldaşlar, ümummilli xarici şirkətin dəyəri 24 milyardır. Yəni, bunun xaricdəki 24 milyard dollardırsa, o zaman daxildəki nə qədərdir? 21 milyard dollardır. O zaman yerli şirkətlər də 21 milyard dollardır məntiqlə. Və bizdən ümumi daxili məhsulun xarici şirkətlərin dəyərini soruşur. Xarici şirkətlərin dəyəri olacaq nə qədər? 20, deməli, 55-dən çıxacaq 21-i, qalacaq təbii ki, 34 milyard dollar, yəni B variantı. Bu düsturu bildinizsə, işiniz çox asandır. Bundan başqa da düşə bilməz. Sadəcə faizlə də bağlı işləyəcəm. Videonun saxı təşkirə baxarsınız inşallah. İndi belə bir sual var. Təbii ki, deyir, ölkə daxilində ümumi daxili məhsul var. Ümumi daxili məhsulumuz var. 120 milyard dollardır. Ümumi üdumun 40%-dir. Ümumi isə, yəni, bunun qollarını qoyaq. Deməli, xarici şirkət, yerli şirkət. Burada isə ümumi milli məhsuldur. Bunu da qollarını qoyaq. Ölkə daxili, ölkə xarici, aydın məsələ. Və deyir ki, ümumilin dəyəri üdumun 40%. Üdumun 40%-ni tapaq gəlimiz. 120 milyardın 40%-ni nə qədər eləyəcək? 120 milyardın 40%. Nə qədər olacaq? Vurulsun 40%. 48 milyon dolları. 48 milyon dollar budur yəni. 48 milyon dollar bu eləyəcək. Ümuminin xarici şirkətlərin payı 18 milyon. Ümumidə xarici şirkətlərin payı 18-dir. Yəni, xaricdəki şirkətlər. Bura 18-dirsə, bura avtomatik 30-dur. Düzdür, bu 30-dursa, bu da 30-dur. Yadda saxlayın. Və ümumdə xarici şirkətlərin payını soruşur. O 120-dən 30 çıxsam, qalacaq 90. Cavab olacaq C variantı. Bu qədər rahat suallardır, yoldaşlar. Hə, digər sual da vardı. Burada mən elə bir qaraladım getdi o. Onu da üzərində işləyək. Deməli, üdümlü həcmi yenə də yazırıq bura. Ü, D, M, Ü, M, M. Düzdürmü? Üdümün həcmi nə qədərdir? 80 milyard dollar. Yenə yazırıq ölkə. Yəni, xarici şirkətlər və yerli şirkətlər. Bunu da ayırırıq. Ölkə daxili və ölkə xarici. Ayırdıq. Tamam. Burası hazır. İndi, üdumu 80-dır. Ümumi həcmi üdumun 30%-dir. Yəni, 80 milyardın 30%-ni tapacaq yenə də. 80 milyardın 30%-ni tapacaq. Yəni, 24 milyon dollar. Yəni, bu 24 milyon dollar imiş. Əla. Ümuminin xaricdə şirkətlərin payı 15-dir. Ümuminin xarici şirkətlərin payı 15 milyard dollardır. Biz burada 24 milyarddır təbii ki. Bu, hə, milyon demişik, milyarddır. Xarici şirkətlərin payı 15 milyard dollardır. Ümuminin xaricdəki şirkətlərin payı, diqqətli olmayacaq, mən çalışa bir uyğunluqda. Xarici şirkətlərin payı 15-dirsə, o zaman daxildə 9 olacaq, avtomatik da 9 olacaq. Və bizdən ümumda xarici şirkətlərin payını soruşur. Yəni, 80-dan 9 tutsam 71 qalacaq. Cavab olacaq A variantı. Ölkə daxilində ümumi daxili məhsul var. Yəni, Ü, D, M və Ü, M, M. Gəlin, bunu da ayıraq təbii yoldaşlar. Bu olacaq, deməli, xarici şirkətlər, yerli şirkətlər. Bunun rəngini dəyişək. Bu da olsun ölkə daxili, bu da olsun ölkə xarici. Əla.
Deməli üdumun dəyəri 70-dir. Bu 70-dirsə, ümumi isə üdumun 50%. O zaman bu da 35 milyard dollar. 70-in 50% 35 eləyir. 35 milyard dollardır. Ümumidə xarici şirkətlərin payı 10 milyarddır. Xaricdəki şirkətlərin payı. Bu 10 milyardsa bu avtomatik 25-dir. Onda bu da 25 milyard olur. Təbii ki, eyni olduğu üçün bir-biri ilə. Ümumidə xarici şirkətlərin payını 70-dən 25 çıxsam qalır neçə? 45 milyard dollar. Cavab olur A variantı. Aha, keçdik çayın su sərfi məsələlərinə. Deyir ki, bizə çayın su sərfi 320 metr kub saniyədir. Yəni, bir saniyədə 320 metr kub çay axır su sərf eləyir. Çay dərəsinin ən kəsin sahəsi 80 metr kvadrat olarsa, çayda suyun axın sürətini hesablayın. Bu düstur, məsələn, mən düstura qaçmıram yoldaşlar. Amma düstur su çaşdırsa, unutsanız, baxın, burada metrlə verir. Bu kubdur. Görürsünüz, bu kubdur. Bu kvadratdır. Burada cavab metrlə verir. Mən metri hansı halda ala bilərəm? Təbii ki də 320 metr kub böl saniyəni bölsəm 80 metr kvadrata, bölsəm 80 metrin kvadratına, birisi bunun tərsinə vurmalıyam. Riyaziyyatda bilirsiniz ki, bunu 320 metrin kubu bölünsün saniyə, vurulsun tərsi. Yəni, 1 bölünsün 80 metrin kvadratı. Buradan təbii ki, bu metrin kvadratı gedir, burada qalır metr. Burada da baxsın 328-80 bölünür, qalır 4. Cavab olur 4 metr bölünsün saniyə. Yəni, heç bir düstur ehtiyac yoxdur. Sadəcə metrə baxıb kəşf edə bilərsiniz. Bunu düsturla getməyə lazım deyil. Yəni. Lazım deyil bu. Silək. Bəzən elmdən də əlavə insana biraz elmdə lazımdır. Mən həmişə uşaqlarıma deyirəm. Biraz elmli olsanız, yəni sırf belə dərin biliyə ehtiyac yoxdur da burada. Baxın yoldaşlar, deməli ki, çayın su sərfi 720 metr kub saniyə, çay dərəsinin kəsi bu qədərdir, yəni çayda suyun axın sürətini hesablayın. Sürətini tapmaq üçün nə edirik? 720 daxil təkrar yazmıram. Metr kub saniyəni böləcəm nəyə? 480 metr kvadratına, vuracam onun tərsinə. 1 bölünsün 480 metrin kvadratı. Yenə burada ixtisarıma aparacağım, riyaziyyəti bilmək lazımdır. Bu getdi, burada qaldı metr. 480-ə 720 gedir ixtisar nəyə? Təbii riyaziyyat cəhətini hesablasaq, gedir 24-ə. Burada qalır. Demək, birinci bunu 10-la aparaq. Bu 24 ixtisar gedən burada qalır 2, burada qalır 3. Bu da edir 1,5 metr saniyə. Mənbəyiniz 800 metr yüksəklikdən Mənbəyini 800 metr yüksəklikdən götürən və təbii ki, Atlantik okeanına tökülən çayın orta meyilli 5 metr kilometrdir. Buna əsasən çayın uzunluğunu hesablayın. Lap yaxşı yoldaşlar. Ümumiyyətlə, mənbəyini götürür falan, məsələn, bax, bir təpədir, hündürlüyü 800 metrdir. Baxın. Aha, bu bizim təpə olsun məntiqlə. Burada okean səviyyəsidir. Okean səviyyəsi bilirsiniz ki, hər zaman 0 metr qəbul olunur. Və bunun hündürlüyü 800 metrdir, düzdürmü məntiqlə? Yəni, bu çayın mənbəyi buradadırsa, bu gəlir tökülür hara? Gəlir tökülür okeana, düzdürmü? Əla. Və çayın meyilliyi də var bizim üçün. Nə qədərdir çayın meyilliyi? 5 metr böl kilometrdir. Və cavabda kilometrlə verir, təbii görürsünüz. Cavab biz yazmırıq, apos kilometr deyiriksə. Aha. Deyir ki, çayın uzunu tapın. Ümumiyyətlə, çayın uzunluğunu tapmaq üçün yoldaşlar, burada bizə yəqin ki, düşməsi lazım olacaq da bunun. Düşməsi lazım olacaq. Bunun düşməsi nə qədərdir? 800 metrdən başlayıb 0-da bitir. Bunun düşməsi 800 metrdir məntiqlə, düzdürmü? 800 metrdir. Əla. İndi biz nə etməliyik? 800 metr kilometri, 800 metri böləcəyik nəyə? Yəni, düşməni çayın uzunluğu ellə götürsək, el bərabərdir. Ellə yazmıram mən. Uzunluğu bərabərdir nəyə? Düşməsini böləcəyik nəyə? Meyilliyə. Bitdi, getdi. Məntiq etibarı ilə. Buradan da yoldaşlar demək diqqət edirik. Biz nəyə? Biz bunun düşməsini tapmışıq. Yəni, düşmə bərabərdir nəyə? Mənbəydən çıxdıq mənsəbi. Mənbəy çıxılsın mənsəb. Düzdürmü? Mənsəb. Bu da oldu 800 metr. Gətirə qoyaq yerinə. Təbii ki, uzunluq bərabər olacaq. Düşmə 800 bölünsün 5-5-ə. Bu da eləyəcək 160 kilometr. Demək, çayın uzunluğuna qədərmiş? 160 kilometriymiş. Gəlin, burada sizə dənə qısa bir izah verim nə barədə. Məsələn, biz bu məsələləri, yəni bu çay məsələlərində bir üçbucaq qəbul eləsək, baxın yoldaşlar. Bu üçbucağı məsələ bölsək 3 yerə. Diqqət eləyin, mən belə bir qayda deyirəm sizə. Buranı H götürsək, buranı
M götürsə, buranı L götürsə əgər və bunları təbii adlandıraq. Burada H nədir? H çayın düşməsidir. Çayın düşməsi. Bunu düstur kimi də qəbul edə bilərsiniz. Bəs o zaman L nədir? L aydın məsələ çayın uzunluğudur. Çayın uzunluğudur. Bəs M nədir? M də çayın nə idi? Təbii ki, meyilliliyidir. Yəni çayın meyilliliyi. Çayın meyilliyi. İndi bu düstura əsasən biz nəyə kəşf eləyə bilərik buradan? Kəşf eləyə bilərik ki, H nəyə bərabər olacaq? Çox sayda. 1. H bərabərdir. M vurulsun elə. Bu qədər. Ondan sonra 2. Məntiqi etaba baxanda da məsələn L bərabərdir. H bölünsün M-ə. Və bir dənə düsturu yazası olacaq biz sizin üçüncü düsturu. M də bərabərdir. Təbii nəyə? H bölünsün elə. Bu qədər sadə bir məsələdir. Yəni bu üç düsturu əzbər bildinizsə, sizə zaval yoxdur, amma düstura ehtiyac yoxdur, yəni deyirəm. Elə çalışın, öz DDB qaydasıyla gedin, heç bir sıxıntı yoxdur. Bu qədər sadə. Bunu tapdıq artıq biz sizlə, düzdürmü? Hələ. Növbət sual keçək. Mənbəyini buradan götürən və Atlantik okean tökülən yenə də şəkil çəkmək önəmlidir. Baxın yoldaşlar, bir dənə buradan başlayır. Bu bizim dağımızdır. Bu dağın ətəyidir. Dağın ətəyi hər zaman yadda saxlayın. Yəni, okean səviyyəsi deyirsə təbii bizə bu 0 metr qəbul olunacaq. Və bu mənbəyi 4200 metr qəbul olunubdur. Buradan başlayan çayın orta meyilliyi var. Orta meyilliyi 6 metr bir kilometrdirsə, bizə çayın uzunluğunu tapın deyir. Yenə də biz çayın uzun tapmasını yenə edik. Yəni, L-i bərabər elədik nəyə? Düşmə bölünsün meyilliliyə. Gəlin baxaq hələ. L nəyə bərabər idi? Düşmə, yəni H bölünsün meyilliliyə bərabər idi. O məntiqdən geçsək, çayın düşməsini tapmasını eləməliyik, mənbəydən mənsəbi çıxmalıyıq. Yəni, burada da düşmə bərabərdir nəyə? 4200 çıxılsın 0-a. Düşmə bərabərdir 4200-ə. Bu məntiqli məsələdir. Meyli də 6 verib bizə, bitti getdi. Bərabərdir. Təbii 4200, yəni düşmə bölünsün meyilliyi 6, bu da bərabərdir 700 kilometr eləyəcək. Demək bizim cavabımız olacaq D variantı. Bu qədər. Bu qədər.